Bizler şəhid atamın mənim həyatımda, bax, taleyim yarımçı qalıbdı atasızlığıma görə. Həyatda min bir əzab çəkmişəm atasızlığıma görə. Niyə? Nə üçün? Atam bu vətən üçün şəhid olubdu. Və mən atamın min bir həyatımda elədiyi şey mən eləyəndə, dönüb də meydana baxanda, meydan qalıb əxlaqsızlara, onda mənim ciyarım yandır. Bizim ciyarımızı yandıra bilməzsiniz. Basız sizin gözünüzü çıxardaram. Eşitdiniz? Elə bilməyin ki, təkdə əxlaqsızlar, burada dilənçilər gəlib deyəcək ki, tıkla oyun oynayaq. Oyun oynamaq üçün ağlayıb dava salırsan. Boyu yerə soxun. Hə? Sən bilmirdin sənin qızın 18-20 yaşına gələndə atası lampanın başına çıraq eləyib, sənin qızı köçürdəcək, evindən xeyir dua verəcək. Bu kimdir ki, ürək yazaq? Bu, Azərbaycan Respublikasının ilk şəhidlərindən olan Şəhid İlyas Sultanovun qızıyam. Eşitdin qardaş? Kim olması lazımdır? Ha, kim olmaq üçün deputat sevgilim olması lazımdır. Kim olmaq üçün gərək atam nazirlikdə işləməsi lazımdır. Bəli. Nə bilim, danışmağımız üçün gərək arxanda babaq bir sevgilin olması lazımdır. Ay kişi, mən qeyrətim bəsdir. Qutarın bu şeyi, şounu, qutarın bu göstərişi, qutarın bu sevgillərinizdən çıxıb özünüzü bir pox hesab eləməyinizi, qutarın bu ay qədələ, dodağınıza botoks koymuşsunuz, götünüzə botoks koymuşsunuz, çıxmışsınız efirlərə bizi biabır edirsiniz. Bəs iki gözü görməyən, bəs iki ayağı, qulağı olmayan, iki nə bilim ayağı olmayan oğullarımız bax sizə baxanda yanırlar. Yanırlar, deyir bunlar üçün elədir. Biz yine Azərbaycan qadınının namusu üçün, qeyrəti üçün öldük ki, erməni qızlarımızı, qadınlarımıza erməninin qucağını verməyək. Budur sizin ləyaqətiniz, budur sizin şərəfiniz, budur sizin qürurunuz. Ayıbdır, lehçiklə çıxmışsan sən yatağın içində, oradan mənə bir gül at. Boy o yerə soxum səni. Sən o gül səni get kütə süpür. Ləyaqətin varsa get tualet yox. Malades, spasiba Rəşad. Get tualet yox. Teşekkür ederim hər birinizə. Nə yazıbdı burada biri? Halal olsun, teşekkür ederim. Halal olsun sizə. Çox sağ olun. Əskərova, teşekkür edirəm. Çox sağ ol. Kemaləddin, mən sizə teşekkür edirəm. Mən bu sözləri yazıram onları. Mən sizə nə yazıbdır? Qardaş nəsə yazıbdı, oxumaq istəyirəm. Mən sizə nə bilmirəm, onu eləyin halal sənə ürəyimdən oldu, var ola. Şəhid İbrahimov Bəhram, əlbəttə ki, yəqin Şəhid İbrahimovun anasısan, qardaşısan, bacısısan, atasısan, ciyərin yanır da mənim ciyarım ki, bəs mən də şəhid balası yandı. Çıxıb ləhçərlər burada PK elirlər, pox yersiz, eşidirsiniz, ləyaqətlə çıxmayassa, çıxmayın burada. Müğənni çıxıbdı bir dənə, baboş müdafiə edir, sənin boyu yerə soxum mən. Siz gör nə örnəksiniz bir Azərbaycan Respublikasına. Nə örnəksiz? Nə örnəksiz? Dalınız hamınız taxma dal qoymuşsunuz, çıxmışsınız efir. Ay Həmzə, oynamıram PK. PK atmayın mənə. Oynamıram mən PK. Mən pul dilənmirəm burada. Mənim pula ihtiyacım yoxdur. Mənim heç bir pula ihtiyacım yoxdur. Bəyəni sadəcə bizi görsünlər. Yayını bir qəşəb tıxlayın bizi görsünlər. Bəs bilmirdiniz ki biz ayağa qalxacağıq? Ha? Devlətimizin arxasında birləşəcəyik. Ay bu devlətdən oğurluq eləyənlər. Hər şey elə oynuyorsunuz ki, ay düşmənlər, bizi yıxmaq üçün məşğulsunuz. Bizi yıkmakla meşgulsunuz. Bizim boynumuz, bizim qəddimiz əylə. Biz qəddi əylən milləti. Biz 1990-cı ildə əli ayağı yalın. Biz əli ayağı yalın Sovet İmperiyasının qarşısına əli ayağı 20 yanvarda çıxmış Azərbaycan müstəqilini bərpa etmiş millətik.